Salam, xoş gördük dostlar. Deməli, atasının ölümündən sonra onun yerində gəlib deputat olan Fazil Ağamalının qızı Günay Ağamalı bugün çıxıb deyir ki, Azərbaycanda uşaq pulu vermək o valideynlərin tənbəlləşməsinə gətirib çıxaracaq. Mən bu sözdən heç də təəccüblənmədim. Çünki bir ölkənin prezidenti ki, xalqını bu qədər aşağılayır, onu insan yerinə qoymur, qəbul elədikləri qanunlarda Azərbaycan xalqını xalq hesab eləmirlər. Təbii ki, onun ətrafında olan nazirlər də, ona xidmət eləyən deputatlar da bu cür olmalıdır. Görün, bu insanlar, əgər bunlara insan demək mümkünsə, bu məxluqlar, bu geni bilinməyən varlıqlar nə qədər qudurublar, nə qədər özlərini belə Azərbaycanda rahat hiss eləyirlər ki, çıxıb rahat şəkildə Azərbaycan xalqını aşağılayırlar. Yəni, bir insanın çıxıb bu cür məntiqsiz bir söz söyləməsi, bu cür Azərbaycan xalqının zərərinə olan bir fikir söyləməsi, özü də ki, deputat yəni millət vəkili, millətin orada əyləşən vəkili hesab olunmalıdır əslində. Ancaq onlar çıxırlar, Azərbaycan xalqını düşünmək əvəz, Azərbaycan xalqının orada vəkili olmaq əvəzinə hakimiyyətin vəkili olurlar. Hakimiyyətə vəkillik eləyirlər. Hakimiyyətə hansı qanun sərf eləyirsə, o qanunu orada qəbul eləyirlər və tətbiq eləyirlər. Bu məsələnin də ən başında dayanan təbii ki, İlham Əliyevdir. İlham Əliyevin göstərişi olmasa, Azərbaycanda bir məsələ, hər hansı bir iş heç vaxt baş verməz. Yəni, Azərbaycan böyük bir dövlət deyil ki, Azərbaycanda o azadlıq yoxdur ki, deyəsən ki, bəli, Azərbaycanda insan azadlığı var, millət vəkilləri çıxıb istədikləri xalqın xeyrinə sərf eləyən hər hansı bir qanunu qəbul eləyə bilərlər. Xeyr, belə bir şey yoxdur. Azərbaycan bildiyiniz meşə qanunları ilə idarə olunur və bu meşəyə təəssüf ki, bu meşənin nə qədər şirləri, aslanları var, hamısını ya öldürüblər, ya həbs eləyiblər. Meydanda qalan tülkü çaqqal bugün meydan suluyur. Azərbaycanın vəziyyəti bugün bu cürdür. İlham Əliyev kimi çaqqallar bugün Azərbaycanda meydan suluyurlar.